Hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Belə gözəl vaxtda, belə günlü havada hər birinizi həmişə olduğu kimi Respublikanın hər yerində gəzirik dana. Bu dəfəndə elə Gəncədən sizə deyəcəyik ki, nə var, nə yox. Süfrənizi yaxşı açın, çayınızı bir stəkan süzün, gəlin oturun televizorun qabağında. Mən də elə Eminlə bir... Bu ne nəsi qurban, bu hara getdi görəm. Ay Emin, ay Emin. Ay nə, yenə şəkil çəkdirir. Hara gedir bütün günü, eləcə də şəkil çəkdirir. Ay nənən qurban. Ay gedənə bu. Oy. Ay Emin. Nənə, gəl bir dənə bir şəkil çəkdirək, nənə, bir dənə şəkil çəkdirək. Gəl elə. Hə, salam. Ay efir camaat bizi gözləyir axı. Hə. Demək, məndən qabağa düşdün. Hə, nə var? Hər kəs salamladım. Gördüm mikrofon orada qalıbdı da dedim tez gedib salamlaşım. Deyirəm axı, ha intiqam, amma mikrofonu verir mənə nənəyə. Nənə mikrofonu əl alanda, maşallah, dayanmaq bilmir. Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Bəli, bu həftədə də sözümüzə sadiq qalıb, nə var nə yox deyib, nənəni birbaşa Küləklər şəhərindən götürdüm, gəldim Qərb bölgəsinə. Ulu Nizami yurdu, gözəl şəhərimiz Gəncə şəhərinə gəlib bir nənə ilə baş çəkdik. İndi bu Gəncə maceramız bilirəm çox maraqlı olacaq. Çünki nənə yanımdadır. Nənə bir qəşəng müğənnilər var ki, qonaqlar var ki, gəl görəsən. Oxuya bilənlər elə burdadır da Gəncədədir bilirəm. Bal, səs, qaymaq, kimlər var, kimlər? Yəni bir söz doyacaq da yəni. Mən sana bir söz deyim, bu yaxınlarda bu Gəncədə 2 nəfər var belə yaman oxuyurlar, 2 oğlandır, qardaşdılar, əmi oğludular, dayı oğludular, bilmirəm. Hə. Onlar da olacaqmı? Aynen, sənin qalmaqalından qalma olmur. Onlar qardaşa bərabərdilər, illərini oxuyanlardır. Qardaş deyirlər? Yox, qardaş kimdirlər, amma... Ay yaman bu axır vaxtlarda nənə qurban nətərdə kökəliblər, cavan vaxtı ilə qəşək, maşallah, maşallah idilər. Mən bayaq fikir verdim, sanki elə bildim, bəlkə uzaqdan görürəm. Elə bir sən də nəsə bəzi müğənnilər kimi nəsə o şəkillənmə deyirlər. Ay nənə qurban da pul para hardandır. Amma kilo vermişsən ha, maşallah. Ay nənən qurban, bilək mən sana bir söz deyim dana. Bütün gün il ora bura bu qədər gəzirik ki, ay nənən qurban, valla əvvəllər evdə otururdum dana. İndi bunun baxıram elə, hoş müğənnilərə. Bunlara baxıram, ora baxıram. Biraz da səndən gəzirəm deyənə, ayaqlarım yaxşılaşır. Ona görə də demək istəyirəm ki, bütün mənim yaşımda olanların hamısına ağız yeriyin, ayaqlarınız açılsın. Yerinmək elə ilk olaraq insanın ən böyük sağlamlığıdır, deyir. İdman et ki, həmişə ruhun bədəndə cavan olsun, enerjili olsun. Amma Əli, nənə bugün də maşallah elə mikrofonumuz kimi bəli bəzərlikdir, rəngarəngdir. Gəncənin gözəl ab-ı havası, gözəlliyi, təmizliyi, Gəncə ilə başdan ayağa bir, necə deyirlər, möcüzədir. Möcüzəli bir şəhərdir. Çınarlar şəhəridir, nənən qurban. Çınarlar şəhəridir. Nizami yurdudur. Bəli, İmamzadə buradadır. Gedəcəyim ora nənən qurban. Çox istəyirəm oranı. Nə var, nə yox deyib, Gəncəyə bir gözəl bir səyahət edəcəyik. Gəlin elə bu həftə Gəncə maceramızı birlikdə izləyək. Bizdən təqdim etmək, siz isə izləsinlər. Bəli, biz bu dəfə sizə elə Gəncədən deyəcəyik. Nə var, nə yox. Mənim şah damarım Azərbaycan. Mənim şah damarım Azərbaycan. Allah ki Gəncədir, oradan axan qan. Gəncəmizdə igidlər qoyubdu can. Gəncəmizdə igidlər qoyubdu can. Qəhrəman şəhərim Gəncədir, Gəncə. Qəhrəman şəhərim Gəncədir, Gəncə. Yurdumu paytaxtı gözəl Bakımız. Qəlbimi paytaxtı Gəncədir, Gəncə. Qəlbimi paytaxtı Gəncədir, Gəncə. Gəncəyə gələn turistlər olsun, qonaqlar olsun, elə ilk olaraq bura ziyarət edirlər Nizami türbəsini. Bu hörmət naminə. Nənən qurban və biz elə ona görə gəldik. Bura gələsən, bizim Nizami məqbərəsinə bəli, ziyarət etməyəsən, bu bizə qəbahət olar. Həm də ki, nənən qurban, yaşı var, yaşı. Deyir, yaşı bu dünyadan əzəl Gəncədə.
Gəncədir də. Gəncədir, Gəncənin nazı neyməti, Gəncənin havası, elə Gəncəlilər Suyu. deyəndə də, Qadan alma Gəncə. Bu Qadan məsələ var, alım, hə. qadan Paxlavası, dövğası, göy-göyərtisi, təndiri. Nədən başlayaq, nədən qutaraq? O qədər maraqlıdır ki, Gəncənin elə özü maraqlıdır, möcüzəli bir şəhərdir. elə gedək biz də baxaq görək, bizi kimsə qarşılayacaqdı. Nə oldu bə, qarşılamadı? Baba qonaqların ağzı qızışıb maşallah. Gəlib Pərviz oradan, Vüqar oradan, Ülviyə buradan, Dilqəm. Görüşmürlər, görüşəndə danışanda dayanmaq bilmirlər. Gəlin görək dostlar, bizi çağırmısınız. Amma nədən danışırsınız? Bilmirəm, deyəcək toylar yoxdur, zəifdir. Var, yalandır, inanmıram. Salam dostlar. Aleykümselam. Hoş geldiniz. Ha, oy. Köhnə dostlar. Salam aleyküm. Salam aleyküm. Hə, bir görüşək. Nənəm. Hə, Mirzəfər. Dilqəm necə salam aleyküm. Hoş Hə, çox sağ ol. Dostlar, xoş gördük hər birinizi. Gəlin, elə bir şəkil çəkdirlər. Hoş gəldiniz. Bir saat xoş gördük. Elə Adilqəm nədən gedir söhbət? Toydan yoxsa mahnıdan, düzün deyil. Yox, çoxdan da görüşmürdük. Aha. Hələ biz də təzə görüşdük. Gör bunların işləri nə qədərdir, nənə qurban bir-birlərini görmürlər. Yox, şükür var, toylar var. Niyə narazılıq eləyək? Dilqəm Buna da olmuş şükür var. danışır da, ha? Toylar var. Yeni görüşmüşdük. İndi qoymadın da o haqqda danışacağıq. Yox, bir yerdə danışaq, bir yerdə danışaq. Danışdıq. Bir yerdə danışaq. Nədən Əvvəla qibas? xoş gəlmisiniz. Qibas idi yoxsa Yox, müzakirə elə idi? toydan danışdıq. Bir də sizə təşəkkür edirik ki, Emin bəy diqqətinə Hə. təşəkkür düşür. Ona görə ki, hər gənciyə çəkilişə gələndə mütləq şəkildə məqbərəni ziyarət edir. Bu hörmət Gözəl anı təşəbbüsdür bu. olmalıdır, Elə ondan təbii ki. danışırdıq. Yəni qeybət deyil. Və biz dostlar da unutmuyor. Onu Bəli. dediniz. Yox, siz heç vaxt unutmarıq. Vüqar, gəl görüm. Şəmkir, Tovuz, Gədəbəy. Amma ad var ha, vallah. Gədəbəydə, Tovuzda yaşamırlar. Ülviyə deyir, gah deyir Astradayam. Gah deyir Bakıda MTV-dəyəm. Dostumuz kanallar. Ay xanım bir dincəl də dincəl. Vaxt ayır özünə aliyə. Necəsən? Sağ ol Emil, çox sağ ol canım mənim. Neçə illərdir səni də görmürəm. Amma Xoş olmuş oldu. kimsən? Can. Muzeyə qoyurlar səni. Can, hə, qurban olum. Bunun bir gözəl balası var. Allah saxlasın. Sağ ol. Salamlayıram bunun ailəsini. İllərin sağ dostu ol. da biz. Çox sağ ol. 2016-cı ildə. Bəli, bəli, bəli. Raya xanımlar zaten. Bəli, bəli. Köhnə dostu. Şəmkirdə Elə buradan çalışmışıq. bəli, bütün Şəmkirə salam var. Adilqəm. Sağ ol. Canım bir bax, Gədəbəy çəkişə qəşəng oldu, maraqlı. Elsin hanı bə? Elsin yoxdur. Burada da Elçin. Elsin də, hə, Elsin salamlayıram. Mirzəfər də dedi ki, qardaş Gəncəyə gəlsiz, Instagramda gördü. Mən də zəbimlə gəldim, dünyaya gəlmişəm ki, maraqlı performans yarat da. Niyə də olmayasan? İndi Vüqar, Tovuza salamlar. Tovuzu balası, amma regionun nəbzini tutan bir də, yəni. Çox sağ ol, təşəkkür edirəm. Çox şad oldum sizlə görüşməyə Emin bəy. Bəli. Allah razı olsun. Çox. Həmişə elimizdə, obamızda toylar olsun. Gözəl verişlər olsun, əlbəttə. Biz bu həftə nə var nə yox deyib, Ulu Nizami Yurdu Gəncə şəhərinə gəldik. Səmənin nənə hardadır? Yenə də ağzı qışıb, gələn sən yenə özünə çay çüzüb. Bağlarında salxım Təbrizdir. Göygölünün dört yolunu düzmü oxuyuram, nənə qurban bilmirəm. Bilmirəm, sən oxuyursan. Göygölünün havasını udanlar. Ay deyir, yaxın qoymaz deyir, Pəhrizin. Bura gələnlərin hamısı Pəhrizdədir. Gözəl bir çay. Gəncə, Samovar çay, Sən bəli. Kəkotunun, belə Hacıkəndin dadı iyisi gəlir buradan. Nədən qurban bir yinədən ha? Bəh, doğrudan da. Efirdəyik, Moyan. Efirdəyik, hanənə, efirdəyik. Ev yox, sən əyləş çayından iç. Dəyərli dostlarımız, təbii ki, hər həftə olduğu kimi, bu həftədə biz tam eyni vaxtda, eyni saatda MTV Azərbaycan efirində mən Emin Brent və Səmən nənənin təqdimatında nə var nə yox efirdədir. Və Deyirəm elə vaxtın bu xoş çağında nənən qurban. Ən xoş dəqiqələrində həmişə bizim tamaşaçılarımız nə qədər çay qoyub otururlar belə ekran qarşısında bizi izləyirlər. Aya bizdən başqa baxanları yox deyə. nəinki çay, hətta gözəl ləzzət əmmanın dadından dadırlar. Hər kəsə nuş olsun deyirik. Amma tək bizi efirdə yox, bizi kadr arxasında izləyən, əyləşən dəyərli qonaqlarımız da var. Gəncə sakinləri, Gəncə basada yaşayan gözəl xanımlarımız, bəylərimiz, balaca dostlarımız. Ona görə hətta sağımızda nəğməli qonaqlar, solumuzda dəyərli tamaşaçılarımız var. Ona görə daha maraqlı veriş təqdim edək. Çox biz qəşəng izləyənlərə. olacaq nənən qurban. Sən onların xonçalarına bax. Biliblər ki biz gələcəyik. Hamısı paxlavadan bişirib. Gecə gündüz dayanmayıblar. Gəncənin devizi paxlava bişir. da. Hə, Gəncəyə gələsən paxlava yeməyəsən, dövğa yeməyəsən. Atova Gəncə. görmədim. Atova. Var da Gəncə dövğası, Gəncə Görmədim. paxlavası, düzdür? Amma tək Gəncə yox. Eşitmə görə digər ətraf rayondan gələnlər var. Tovuz, Qazax, Şəmkir. Ona görə hər biriniz xoş gəlmisiniz. Var olasınız. Xalqımız var olsun, dövlətimiz var olsun. Yaşasın Azərbaycan. İndi Amma aynənə, hə.
Geceden gelirim yüküm kurmadı. Gecenin yolları vurmadı. Gencede kız var adı Semen'di. Özür da, özünü her zaman Güneşe tərifləmək. sen çıkma ben çıkım deyir. Ay deyir vay deyir. Güneşe sen çıkma. Bile ben çıkım deyir. Lalə görsən, deyir günəşə sən çıxma. Lalə deyir mən çıxım. Ülviyə deyir mən çıxım. Oxuyacam. Oxuyacam. O 2 dənə oğlan var ha bu Gəncədə oxuyanlar. Dostum klubu Dostum, var, onlarla Gəncəm klubu var. oxuyacam. Ha, Pərviz bax. Bəli. Məndən qalıb nə olacaq? Elə qrup demişkən, Ha? Gəncəyə gəlmişik. Bir gözəl giriş edək. Gəncənin adına layiq, Gəncə mahnısına. Necədir dostlar? Bəli, Gəncəm qrupu, xoş gəlmisiniz və Emin və Elşəm. İllərdir siz artıq Gəncə Basarda, maşallah Bakıda, efirlərdə görürük. Amma bugün sizi unutmadıq dost olaraq. Hər şey yaxşıdırmı? Hər şey çox gözəldir. Bütün tamaşaçıları salamlayıram, bizi izləyənlər, hər kəsi salamlayıram. Və buradakı qonaqları da salamlayıram, xoş gördük. Və biz də Gəncəm qrupu olaraq bu gözəl məclisə dəvət almışıq. Sizin bu gözəl verilişinizə dəvət almışıq. Burada xanımlar, bəylər əyləşib. Hər birinizi salamlayıram dostlar. Xoş gördük hər birinizi. Emin, təşəkkür edirəm bizi bu gözəl verilişdə dəvət edənizə görə. Elşən əsasını işlək, sonra Məşən haqqında bir qısa bir təqdimat edəcəm. Buyur Elşən, xoş gördük səndən. Çox sağ olun. İllərin dostsan da, Çox sən sağ ol, var neçə ol. illərdir. Hansı Mən də- efirdə varamsa sən oradasan. Allah razı olsun. Mən də Emin qardaşımın sözünə qoşularaq hər kəsi salamlayıram. Dəyərli musiqiçilərimizi və məxsus tamaşaçıları və istəyərdik bir gözəl bizim Gəncə adlı mahnımız var. Lap yerinə düşərdi. Nə var nə yoxdur. Gəlsin mahnı. Qəhrəman şəhərim Gəncədir Gəncə, qəhrəman şəhərim Gəncədir Gəncə. Yurdumu paytaxtı gözəl Bakımız, qəlbimi paytaxtı Gəncədir Gəncə, qəlbimi paytaxtı Gəncədir Gəncə. Mənim şah damarım Azərbaycan, mənim şah damarım Azərbaycan, Allah ki Gəncədir oradan axan qan. Gəncəmizdə igidlər qoyubdu can, Gəncəmizdə igidlər qoyubdu can. Qəhrəman şəhərim Gəncədir Gəncə, qəhrəman şəhərim Gəncədir Gəncə. Yurdumu paytaxtı gözəl Bakımız, qəlbimi paytaxtı Gəncədir Gəncə, qəlbimi paytaxtı Gəncədir Gəncə. Vardı Gəncəmizin mərd oğulları, vardı Gəncəmizin mərd oğulları, qonaqpərvərdir bütün insanları. Tarixə yüz qoydu cavab xanları, tarixə yüz qoydu cavab xanları. Qəhrəman şəhərim Gəncədir Gəncə, qəhrəman şəhərim Gəncədir Gəncə. Yurdumu paytaxtı gözəl Bakımız, qəlbimi paytaxtı Gəncədir Gəncə, qəlbimi paytaxtı Gəncədir Gəncə. Başqa bir ölkə, başqa şəhərə, başqa bir ölkə, başqa şəhərə, Gəncəni dəyişmək olarmı səncə? Gələn heyran olur bizim Gəncəyə, gələn heyran olur bizim Gəncəyə. Dahi Nizami yurdudur bu Gəncə, Məhsəd nənənin ocağı Gəncə. Yurdumu paytaxtı gözəl Bakımız, qəlbimi paytaxtı Gəncədir Gəncə, qəlbimi paytaxtı Gəncədir Gəncə. Qəhrəman şəhərim Gəncədir Gəncə, qəhrəman şəhərim Gəncədir Gəncə. Yurdumu paytaxtı gözəl Bakımız, qəlbimi paytaxtı Gəncədir Gəncə, qəlbimi paytaxtı Gəncədir Gəncə. Yurdumu paytaxtı gözəl Bakımız, qəlbimi paytaxtı Gəncədir Gəncə, qəlbimi paytaxtı Gəncədir Gəncə.
Zövq, keyfiyyət və bol çeşid, sərfəli qiymət. Aydınoğlu mebel salonunda əldə edəcəyiniz mebellər Azərbaycan, Türkiyə və xarici fabrik istehsalıdır. Evə yaraşan zövqlü və keyfiyyətli yataq, qonaq və mətbəx mebelləri hamısı bir ünvanda. Aydınoğlu mebel salonunda. Qiymət isə çox sərfəlidir. Tək şəxsiyyət vəsiqəsi ilə Aydınoğlu mebel salonunda gördüyünüz bütün mebelləri 18 aydan 24 ayadək ilkin ödənişsiz, faizsiz kreditlə əldə edə bilərsiniz. Dostum qrupunda təbii ki, deyəndə Pərvizə Hüseyin də düşür. Hüseyin də Ağdamlı olmana baxmayaraq, yəni Gəncənin artıq çörəyinə yiyərək bəhrələnir. Bu da Gəncəni də artıq təmsil edir. Fərqi yoxdur. Əsas Azərbaycanın gənc ifası, özə istedadlı, layiqli bir ifası. Hüseyin, səni xoş gördüm oradan. Siz də xoş gördük, xoş gəlmişsiniz bir daha. Elə siz şərait yaratdınız ki, dostlarla çoxdan görüşmürdük, bugün görüşdük. Xoş oldu. Sağ olun, var olun. İnşallah gözəl bir gün olacaq. Ona inanırıq. Şübhəmiz olmasın. Gözəl müğənnilər varsa niyə də olmasın? Günümüz maraqlı və bol-bol gözəl nəğmələr, təbriklər və xoş sözlər, düzmü? Mehribançılıq gözəl şeydir dostlar. Bəli. Bizim verişimiz niyə illərdir davam edir? Ülviyə xanım, mən hansı kanalda olmuşamsa, məndə nə bilim, efirə uyğun olur. Yalandan qalmaqal olmuyor. Biz olduğu kimiyik. Elə mən və mənim qonaqlarım. Ona görə məni həmişə baxımlı edən, məni sevdirən, tanıtdıran nə, bu müğənnilər olur. Çünki bu müğənnilərin sayəsində veriş baxılır. Nənən qurban, biz elə tanınmış sənət adamlarının həyat və yaradıcılığından, onların barələrində yayılan söz söhbətdən, gülməkdən, danışmaqdan veriliş hazırlayırıqdan. Beni də götürəndə Respublikanın bütün bölgələrinə gedib hamıya deyirik, nə var, nə yox, həm də ki, bütün ekskluzivlər elə bizdə olur. Biz tarixə, mədəniyyətə, mətbəxə hər şey nəzər salıq bu verişin gedişatında. Amma təbii ki, nəğmələ qonaqları da unutmuruq. Amma gəlin, təbii ki, birlikdə bu məqbələdə deyək, Gəncədə nə var, nə yox. Onun demiş ki, Gəncədə hər şey var. Bizi izləməkdə qalın, macəramız davam edir. Bəli, proqramımız davam edir nənəm. İndi qısa bir təşəkkür var. Çəkiş məkanımız bu həftə Gəncə şəhərində olduğu üçün Gəncədə yeni açılan Tuana Ailəvi İslah Mərkəzinə minnətdarlığımı bildirirəm kollektiv adından, elə Səmən nənə adından ki, nə yaxşı bu məkanın qapılarını bizim üzümüzə açdılar. Nə yaxşı gözəl bir şəhərdə bu məkan açılıb. Tək çəkiş üçün yox, elə çəkişdən sonra da öz doğmalarıma gələcəm bu məkana. Doğrudan bu məkanın havası bambaşqadır və minnətdarlığımı bildirirəm ki, Tuana gözəl qulluq, gözəl qarşılanma, gözəl xidmət və gözəl ləzzət səmanın dadı. Mən baxdım, elə hələ də dadı damamda qalıb. Bir alışlar gəlsin Tuana Ailəvi İslah Mərkəzinə bu gözəl xidmət üçün, qulluq üçün. Aynənə, hə? Aynənə qurban. Deyirəm, bugünkü qonağımız əziz tamaşaçılar ekranın qarşısında biraz da yaxın əyləşsin, çünki bir gözəl xanımımız var. Gəlsin, zəhmət olmasa. Ülviyə Ələşbəlova. Aynənə, bir kəlmə söz soruşacağım ondan, vallahi. Amma çox sual vermə. Yo, çox yol danışmayacağım. Var da. Deyirəm, ay Ülviyə, nənən qurban, başına dönüm. Bax, səhərdən axşama kimi toydasan, ağız, bunu havağa yuyub qutarırsan, havağa qurudursan, havağa toya çatırsan. Bir gün qabaqcadan yuyuram, düzən verirəm, səhərə düz qalır. Mənə bax, mənim kimi danışır, düzən verirəm, düzəldirəm, gedirəm. Şirin şəmkir ləhcəsi var da, hər bölgənin özünə məxsus gözəlliyi var. Sənin kimi danışım. Yaxşı elədim, nənəm qurban. Tamaşaçılarımız Bəli, bütün hər kəs salamlar. Mən də hər kəsi salamlayıram, bütün tamaşaçılarımızı salamlayıram. Emin, təşəkkür edirəm, mən tamaşaçılarımla görüşə gəlmişəm bugün sənin sayəndə. Mənim dəyərli dostumsan, illərin dostusan. Bəli, var olasan, çox sağ ol. Gözəl nəğmə gəlir. Bəli, gözəl bir Seyfəli mahnısı gəlir. Hə, olmalıdır. Böyük mahalda
Seyfəli kəndi, əziz Şəmkir torpağı, bizim Seyfəli kəndi. Əhməd Cavad ocağı, cənnətimdir qucağı. Əhməd Cavad ocağı, cənnətimdir qucağı. Gözəl Şəmkir torpağı, bizim Seyfəli kəndi. Əziz Şəmkir torpağı, bizim Seyfəli kəndi. Gözəl Şəmkir torpağı, bizim Seyfəli kəndi. Əziz Şəmkir torpağı, bizim Seyfəli kəndi. Gözəl Şəmkir torpağı, bizim Seyfəli kəndi. Əziz Şəmkir torpağı, bizim Seyfəli kəndi. Gözəl Şəmkir torpağı, bizim Seyfəli kəndi. Əziz Şəmkir torpağı, bizim Seyfəli kəndi. Təşəkkür Bəli. ederim, var olasınız. Seyfəli, Şəmkir, Gəncə. Bəli. Lalə, əslində bu mahnını sən də oxumasan. Nə vaxt baxsan Şəmkirdə, Seyfəlidə. Mənim Şəmkir mahnım var, 2 dənə mahnıdır. İkisində də Seyfəli kəndinin adı çəkilib, orada da çox toyda oluruq. Elə əsasən də Ülviyə ilə bir yerdə toyda iştirak Biz Lalə edirik. ilə illərin rəfiqəsiyik. Bəli. Həm sənətdə, Ay həm maşallah, həyatda. davamlı olsun inşallah. Çox sağ ol. Zirvə hər anın dəyər qazandığı məkan. Biləsuvar rayonunun seçilən məkanlarından biri Zirvə, ailənizlə rahatlıqla vaxt keçirə biləcəyiniz, zövqlü dadlar, yüksək xidmət və səmimi atmosferin bir araya gəldiyi xüsusi ünvandır. Onunla qeyd edim ki, Zirvə ailə iftar mərkəzi həm Şalı Sarayı kimi, eyni zamanda gəzilənmək üçün lüks otel və ən əsası da uşaqlar üçün əyləncə bir məkan. Komfortlu və sakit mühiti olan otel, zəngin menüsü ilə seçilən restoran. Burada toy mərasimləri, xına gecələri, ad günləri və özəl tədbirlər üçün geniş, işıqlı və zövqlə dizayn olunmuş zallar xidmətinizdədir. Hər detal düşünülüb, hər an dəyər qazanır. Çünki Zirvə sizin sevincinizə önəm verir. Ailənizlə rahat istirahət, sevdiklərinizlə unudulmaz şənliklər və xatirələriniz üçün etibarlı ünvan. Zirvə, xoş anların zirvəsi. Aytac restoranı sizə və ailənizə sakit, rahat və zövqlü bir mühit təqdim edir. Burada günün hər anını, xüsusi bayram və görüşləri ailəniz və dostlarınızla birlikdə xoş anlarla keçirə bilərsiniz. Burada milli Azərbaycan mətbəxi və seçilmiş xarici ləzzətlər təqdim olunur. Yeni və keyfiyyətli məhsullardan hazırlanmış kabablar, plovlar, salatlar və dəniz məhsulları hər zövqə uyğundur. Burada 150-200 nəfərlik geniş və müasir böyük zal və 50-70 nəfərlik banket zalında bütün özəl günlərinizi yüksək səviyyədə təşkil edə bilərsiniz. Ünvan: Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, Dəyirman dairəsinin yaxınlığı. Əlaqə: 055 751 40 40. Aytac restoranı, zövqünüzə yaraşan unudulmaz anların məkanı. Ata, mən çox acımışam. Səbr elə oğlum. Qarşıda ən yetişmiş almanı görürsən. Biz ora getməliyik. Ay ata, mən daha dözə bilmirəm. Bu almadan biraz dişləyəcəm, yaxşı? Özünü əl al bala. O dadlı deyil. Məqsədimiz var axı. O da ən yetişmiş almadır. Gəl oğlum, gəl biz gedək. Ən dadlı alma yeyək. Bu alma mənimdir. O ən yetişmiş alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Yox, bu yetişmiş alma mənimdir. Mənimdir. Mənimdir bu. Bu alma mənimdir. Almanı mənə ver. Almanı mənə ver. Ən dadlı meyvələrdən Qızıl Qusar və Qusar Naturals meyvə şirələri.
Bu musiqilərdə var, müğənnilərdə var, geyişmə. Bu özünüz qəsd edirsiniz, doğrudan da vaxt baxımından. Yox, yəqin o təşkilatı işlərlə məşğuldur da. Bəxtiyar məsuliyyətli qardaşımızdır. Özü müəllimdir. Salam Bəxtiyar qardaşım, nə var, nə yox? Salam Emin müəllim. Sazmen, Gəncənin regionunun gözəl naxışlı, üzdə olan, sevilən bir ifaçı. Tək sazmen yox, gitara, tar, hər bir musiqi alətləri. Simli alətlərin mahir ifaçısı. İndi hardasan? Bax, bütün dostlar buradadır. Biz sənlə necə edək? Bax, axı sən heç vaxt söz deyib yetişən adam olmamışsan, amma biz səni burada gözləyirik. Çox təəssüf. Emin müəllim, çatıram 5 dəqiqə, 10 dəqiqə səbirli olsa çataram inşallah. Ay, yuxudan vaxtında dur da nənən qurban. Niyə vaxtında durmursan yuxudan sən? Dünən Gecikmişəm da, nənə, gecikmişəm. Dən gecə toyun ya. Nənə, səfərdən gəlirəm, səfərdən. Hə, yolun açıq olsun nənən qurban. Yavaş-yavaş gəl, heç nə olmaz. Nənə, konfet. Konfet gəlir. Mana, Moskva yarmamışam mən. Moskvadan gətirmisən. Bəli, bəli. Sən nə bildin ki Moskvadan? Bax deyərsən eləməsən ha konfetsiz bura gəlmə nənən qurban. Hə, gözləyirik. Bax, hamı gözləyir. Nəsə, gözləyək. İndi 5-10 dəqiqə buradayam. Amma təbii ki, dostlar, biz hər şeyi nəzərə alırıq. Məsələn, Layla xanımla var. Dünən Bakıda bizim kanalda efirdə idi. Kərim müğənninin Mega Show-da. Toyu vardı. Sizdə maşallah indi toylarınız bol olsun. Ümumiyyətlə bizim ölkəmizdə toy büsat yaraşır, konsert yaraşır. Amma efirdə nəzərə almaq lazımdır. Yəni efirdə tam vaxtında olmaq lazımdır. Pərviz şəxsən saat 8-də yatmıyor Fuqar. İnandım sənə. Dilgəm onu kimi. Yəni bu məsuliyyət başa şeydə Ülviyə xanım. Düzdür, yəni düzdür. məni Ülviyə xanım yuxudan durğusu ki, durmusanmı? Deyirəm sağ ol. Düzdür. Deyirəm bu kişini yıxdıq sürüdüyə nənən qurban. Biraz değişiklikdən anlamlar ki. Yox, Bəxtiyar qardaşımız doğrudan məsuliyyətli qardaşdır, həm Niyə gəlib sənətkardır. ha digər? Olur da sənət yoldaşındır. Yox, olur, yox, doğrudan olur da elə hadisələr olur ki, insanın özünü istəmədən gözlənilən işlər olur. İndi bilmirik axı ki, o hansı hadisələ rastlaşıb onu nəyə görə geyişibdir. Sənət yoldaşları yerində Bəxtiyarın tərəfini saxlayır. Amma mən həqiqətən mən heç vaxt qalmağa yazmamışam, amma bu biraz narazılıq yaratdı mənim üçün. Biraz sanki mənə hörmətsizlik oldu da. Yəni Bəxtiyar gəlib, Bəxtiyar bizi gözləməkdən biz Bəxtiyar gözləyirik. Nənən qurban, mən bax buradakı bütün cavanlara nə demək istəyirəm? Bax, bizim ekran qarşısında oturan bizim gənclərimiz də var. Hamısına demək istəyirəm ki, biz dədədən, babadan eşitmişik bu maşın ki var. Bu dəmir parçasıdır. Bunu yavaş-yavaş sürmək lazımdır. Nə də asta gedərsən, qəşəng gedib vaxtında çatarsan. İndi bu kişi yavaş-yavaş sürüb da nə qaraq dünyamı dağıdaq. Biz vaxt mənlə gedib bir dənə türbəni ziyarət edək, çıxaq gəlib. Bəlkə onun kimi Bəxtiyar gəlir. Vaxtımıza qənaət edək. Bəli, bizi izləməkdə qalın. Bir də deyirdin Tovuzdan gələnimiz var. Əlbəttə, Tovuzdan gəlib, o mənim illərin dostudur. 20 ilə yaxındır. Amma Mahnı mı oxuyacaq yoxsa? O musiqisidir. Skripka ifaçısıdır. Skripka da Tovuzdur. ifa edir. Amma Tovuzun yox, qərb bölgəsinin gözəl sahib seçilən bir ifaçısıdır. Amma bugün tək gəlib. Amma o qrup olaraq fəaliyyət göstərir. Hə, bugün təkcənə gəlir. Bəli, bugün tək Bu gəlir. gəlsin görək nə. Vüqar, gəl görək bura. Maestro. Bəli. Maestro Vüqar mı? Bəli. O da mı maestro oldu ha? Əlbəttə, niyə də Deyən olmasın? gələnlərin hamısı maestro olur ha. Hamısı sənətkar da. İllərdə axı bu xalqımıza xidmət göstərir. İfası öz nəğməsi ilə, musiqisi öz musiqisi ilə, aparıcılar öz verişi ilə, idmançılar öz gücü ilə xalqa xidmət göstərir da. Nənə qurban o belə ki elədin aparıcılar öz mənim də ora qatdın da ana. Ay Səmənənə, mən səni başqa kanaldan, başqa verişlərdən uğradım, gətirdim. Ona görə elə bərk saxlamıyorum ki, sən qaçıb getməyəsən bizdən. Komandamızdan ayrılma olar. Maestro gəlsin görək nə qaracaq nə təyin. Hələ o mahnını seçirik o, maşallah. Ah. Hə, gəlir bax maestro, gəl. Mənim dəyərli dostum, bir də salamlaşaq. Salam əleykum, xoş gəldiniz. Deyirlər siz də maestro olmusunuz. Niyə də olmasın? Səhnəyə, efirə yaraşır. Çox qəşəng belə görünüşü də var. Mədəni olandı, əsas odur. Ay, Tovuzun gözəl ifasıdır. Bu əgər əlindədirsə, deməli bu məharəti Bəli. indi hal-hazırda göstərəcək. Simli alətlər hələdən bacarmır. Ona baş lazımdır, ürək lazımdır. O ürək də başda bundadır. İndi bir Vüqarın da salamını eşidək. Gəncəyə gəlib, gözəl bir şəhərə. Tovuzdan gəlmişsən, xoş gəlmişsən. Ne bilməm, əli boş gəlmişsən, amma musiqi ilə gəlmişsən də. Təbii. Danışmaq istəmirsən? Sağ ol, təşəkkür edirəm. Mən ancaq musiqi ilə cavab verirəm. Belə insanlar danışmır. Öz danışığı, salamı elə ifası olur. Onda rejissorumuzdan xahiş edərdim. Vüqardan gözəl bir ifa gəlsin və təbii ki, gözəl bir nəğmə alaq. Təqdim edək.
ad günlərinizi və yubileyli, kiçik məclis, nişan, toy, xına yaxdı. Bu məclisləri səviyyəli şəkildə harda Gəncə şəhərində fəaliyyət göstərən Zalatoy Manqalın 90 nəfərlik bank hesabında keçirə bilərsiniz. Niyə məhz Gəncədə hər kəs Zalatoy Manqalı seçir? Çünki təmizlik baxımından hər zaman keyfiyyətli və yüksək səviyyədə xidmət göstərən Zalatoy Manqal Ailəvi İstirahət Mərkəzinin kollektivi bütün Gəncə şakinlərlə, eyni zamanda Gəncəyə gələn qonaqlara yüksək səviyyədə Zalatoy Manqalda təqdim olunan milli mətbəxin ən ləzzətli tamamlarını təqdim edirlər. Və burada ləzzət təamlar və yüksək xidmət, səfərli qiymət. Harda? Zalatoy Manqalda. Allah rəhmət eləsin Şeyx Nizami Gəncəviyə. Ruhu şad olsun. Salam aleyküm. Hoş geldiniz. Çox sağ olun. Siz bir bələdçi olaraq təbii qonaqlarımıza, bizi izləyənlərə Nizami Gəncəvi haqqında, Şeyx haqqında qısa bir məlumat verdiniz. Bəli. Dahi şair Nizami Gəncəvi 1141-ci ildə qədim Gəncə şəhərində anadan olub. Əsl adı İlyas İbn Yusif olan şair daha sonra özünə nizam, intizam mənası daşıyan Nizami təxəllüsü götürüb. Yaradıcılığa lirik şeirlərlə başlayıb, ərəb, yunan, fars dillərini və başqa elmləri dərindən mənimsəmişdir. Şair erkən yaşlarında valideynlərini itirib, dayısı Xacə Ömərin himayəsində böyüyüb. Dünya ədəbiyyatına 5 böyük poeması ilə daxil olub, öz sağlığında bu poemaları Pərci Gənc adlandırıb. Mənası 5 daşqaş deməkdir. Daha sonraki ədəbiyyatşünaslar isə Xəmsə, beşlik adı altında birləşdirmişdir. Xəmsəyə daxil olan əsərlər Sirlər Xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun, 7 Gözəl, İskəndərnamə. Şair 1209-cu ildə mart ayının 12-sində 68 yaşında doğulub böyük boya başa çatdı. Gəncə şəhərində vəfat etmiş. Gördüyünüz bu ərazidə Şeyx düzündə, Şıx düzündə dəfn olunmuşdur. Məqbərənin təməli 13-cü əsrdə qoyulub, 16-cı əsrdə türbə kimi fəaliyyətə başlayıb və bura daxil olan iyanələrlə kasıb, yoxsul təbəqə maddi cəhətdən yardım göstərilib. Tarixən müxtəlif döyüşlər baş verir və türbə ciddi dağıntılara məruz qalır. Ən böyüyü 1826-cı ildə Yelizavetpol döyüşündə türbə tamamilə dağıdılır. 19-cu əsrin 40-cı illərində Qarabağ tarixçisi Mirzədi Gözəlbəy tərəfindən qismən də olsa bərpa edilir. 1923-cü ildə Mirzə Məhəmməd Axundovun iştirakı ilə Nizami komissiyası yaradılır və qəbirdə arxeoloji qazıntılar aparılır. Qazıntılar zamanı sübuta yetirilir ki, şair türk adət-ənənəsi kurqan tipli qəbirdə dəfn olunmuşdur. 1932-ci ildə müvəqqəti baş daşı qoyulur. 1947-ci ildə ilk məqbərə, hündürlüyü 16 metr olan bir qapıdan ibarət ilk məqbərə inşa olunur. Hal-hazırda olduğunuz məqbərə isə 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamına əsasən baş memar Fərman İmamquliyev Həsənoğlu tərəfindən inşa olunmuşdur. Hündürlüyü 22 metr 40 santimetrdir. Məqbərənin içərisinə fikir versəz 5 pəncərə və 5 kiçik çırağın olması xəmsəni, beşliyi tərənnüm edir. 8 gülşəli ulduzla əhatə alınması isə türkülüyümüzün rəmzidir və daxil olan qonaqların irqindən, dilindən, irqindən asılı olmayaraq hər kəs istər-istəməz şairə baş əyər, təzim edir və bu da şairin bir daha Şeyx Nizami olduğunun göstəricisidir. Ərazidə valideynlərinin atası Yusif bəyin anası Raisə xanımın qəbri yerləşir. Göygölün Kəpəz dağının süni maketi və 1991-ci ildə heykəltaraş Qorxmaz Sücəddinov tərəfindən əsərlərinin bürüncdən hazırlanmış abidəsi yerləşir. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən park kompleksi salınmışdır və məqbərədə abadlıq işləri görülmüşdür. 2014-cü ildən isə qarşıdakı Nizami Gəncəvi muzeyi fəaliyyətdədir. Hər gələndə burada çox böyük illər görülür. Təbii bu Gəncəyə Şeyx Nizamiyə olan hörmətdir Azərbaycanlıların və belə bir şairlər həmişə yaşamalıdır və təbii ki, Nizami Gəncəvinin şeirləri hər kəsin dilində əzbərdir. Bəli, necə deyir, nənəm qurban Nizami gələrmi bir də cahana? Sən ona ana oldun, o sənə oğul. Amma deyirəm ki, nənəm qurban, hər şeyin tam yerli yerində olmağı, tam bax, hər şeyin beşlikdir, beşlik xəmsəsi və bir də bura gəlməyin bizim qonaqlarımızdan bir yerdə böyük bir, nətər deyim, hamımızın borcudur bura gəlmək. Gəncəyə gələsən, bura gəlməyəsən, bu böyük hündürlüyü də gözəl. Əllərinə sağlıq, Allah Taala bizim respublikamızın belə ali baş komandamıza da can sağlığı versin ki, xalqımızı qorusun, dövlətimiz var olsun və burada bir şey yazır ki, ey varlığa ən hünərli xaqan, sənsən bazarlıqda əqlə sultan. Bəli, bəli. Burada Nizami Gəncəvinin növbəti bir sözüdür, kəlamı idi. Allah Taala rəhmət eləsin Şeyx Nizami Gəncəviyə və sizə minnətdarıq, bizə qısa bir məlumat verdiniz. Biz isə
Gəncəni gəzməkdə davam edirik. Biz izləməkdə qalın. Yadına gəldi Dilqəm, bizi necə qarşıladı? Gəl ay Dilqəm, gəl. Ay Dilqəmi burada görəndə birinci soruşdum, dedim evdə işdə nə var nə yox. Hə, gözəl Evi ailəsi yaxşıdır salamlayıram. hər şey. Sonra deyirlər toyumuz yox, Axı Gədəbəydə efirlərədən ha. müəllimdir, musiqi müəllimdir, saz müəllimdir. Bu necə vaxt deyilir? Efir, məktəb. Ha Dilqəm? Emin bəy çox sağ ol, xoş gördük. Mən ilk öncə dəyərli həmkarlarımı, musiqiçi dostlarımı salamlayıram, dəyərli qohumlarımızı salamlayıram. Ekran başında bizi izləyən tamaşaçılarımızı salamlayıram, var olasınız. Hə, orasını demək üçün, çünki efirlərə 6 bazardan belə istirahət günlərindən istifadə edib gedirik. Təbii ki, iş birinci bizim üçün ən birinci işdir. Sən mənim nənəmdə görməyə şad oldum, sizi də. Hə, Emin bəy, təşəkkür edirəm. Sən bilirsən ki, dəvətin mənim üçün hər zaman önəmli olub, xoş olub. Bəlkə də aparıcıların içərisində o birinci aparıcılardansansa 2-3 aparıcı var ki, xətri mənim üçün əzizdir. Çünki sizin özəlliyiniz oradadır ki, siz belə deyək, xalqımızın içərisində olan sənətkarları çəkirsiniz. Deyirsən tanınmaq. Düz deyil də, üz üstünəm. Səni onsuz da tanıyan tanıyır da onu məsələn efirlərdə, toylada görür. TikTokda trendsən. Qardaş, sən nə istəyirsən ta? Amma bir şey var ki, Şəbnəm Tovuzlu Damla Talib mənim iş efimdən məşğul olub və bunu onu demək istəyirdi. Hər birisi mənim dostumdur. Mən illərdir efirlərdəyəm, 19 ildir gənc yaşımdan və bu günə kimi də efirlər davam edir. Sadəcə maraqlı odur ki, mən hər zaman bütün bölgələrdə bütün gəncləri unutmuram. Çünki biz Azərbaycanlıyıq. Gəncə, Şəki, Gədəbəy, Bakı, ümumi Azərbaycandır. Hər bölgənin istedadlı insanları üzə çıxmaq lazımdır. Aynen qurban, mən onu demirəm. Deyirəm sənin onsuz da tanıyan bu tərəflərdə tanıyıraq ki, buralarda toy tutmusan da, gərək Bakıya da mı gedib tutarsan? Əlbəttə ki, elədir. Elə mən Emin bəy onu demək istəyirdim. Elə ki, mənim də ilk addımlarım sizin efirdən olubdu. İnşallah yeni efirlərə çıxan həmkarlarıma, dostlarıma da uğurlar arzulayıram. O adlarını çəkdiyiniz belə deyək, sənətçilər səviyyəsində inşallah populyarlıq qismət olsun. Mən başda olmalı hər bir dostlarımızın. İnşallah gəlsin mahnın. Bəli, gəlsin.
Bəli. Dilgəm toya da yanaşır, efirə də yanaşır. Və ona görə elə belə Gədəbəyli demirlər. Vallahi qanında canında var da sağ söz. Dilgəm, qonaqları coşdun. Necə idi? Qonaqlardan istəyirdim. Necə idi? Xanım gəlin bir də siz gəlin bura görüm. Gəlin bura. Çox da gəlin maraqlı maşallah fəalsınız bu stolda. Gəlin. Hardan gəlmisiniz? Mən Gəncə şəhərindən gəlmişəm. İşləyirsiniz? Xeyr, yox. Amma müəllimə oxşatdım ha, maşallah, görünüşdən. Müəlliməyəm. Ali təhsil. Bəli. Deyirəm da. Yoldaşım da qazidir, vətən iştirakçısıdır. Allah təala bütün qaziləri qorusun. Allah təala bütün şəhidlərimizə rəhmət eləsin. Biz siz kimi igidlərlə fəxr edirik doğrudan da. Güclü ordumuz var olsun. Ordumuzun şərəfinə alqışlar gəlsin. Bəli, Azərbaycanın şərəfinə. Amma mesela bugün Gəncələrin hər bir üzündə, simasında güləriz, təbəssüm görürük. Qonaqpərvərsiniz də maşallah. Bəli, qonaqpərvərik. Kimlərə salam göndərək? Efirdəyik, bütün dünya bizi izləyir. Azərbaycan xalqımıza. Qohumlara, dostlara. Ümumi Azərbaycan getdi də. Bəli, qohuma, tanışa, hamıya salam deyirik. Məkanımız da xeyirli, uğurlu olsun. Çox gözəldir. Çingiz müəllim də, Kəmal xanım da sağ olsun ki, bu gözəl məkanı Gündüz müəllim. Bəli. Bu gözəl bax məkanın bizim üçün artıq istifadə verilir. Hər kəs yararlana bilər. Əylənə bilərik. Siz əyləndirsiniz. Bəli, bəli. Ailəyə qurban ailəvi mi gəlmisiniz? Bəli, bəli. Onların hamısı sizin qohumlardırmı? Bəli, qohum əqrəba hamımız ailəvi gəlmiş. Niyə oynamırsınız? Ay qız. Oynayaq da mahnı çalmır. Ay oynamaq oynadırsın. Bütün hər şeyi sifariş veriblər stolun üstündə. Heç kimi işlə yeyim. Maşallah, maşallah. Bax, çəkirdə onu çəkirlər. Vallahi var da orada. Nəysə mənim də özüm nəsə iştahım. Onlar da yəni icazənizlə əldən. Bəri gəl. Birazdan gələcəm sizə. Bəri gəl. Maraqlıdır. Adam baxır süfrədən ayrılmaq istəmir. Gözəl qulluqdur. Ay, mən deyirəm ki, bax, bayaqdan baxıram burada bunların deyəsən baş aşbazının özünün xüsusi yeməyi var. Bəli, birazdan təqdim olunacaq. Bayaqdan bana dedilər ki, ay nənə bir qəşəng yemək hazırlamışam sana. Niyə yoxsa bizə? Bizə də ana sən də bax o yesin. Yox, sən özünə demə. Deyəsən Bəxtiyar gəlir, bax, oradan gəlir. Vaxt itirmədik də biz. Bəxtiyar gəl. Gəl. Bəxtiyar dediyi sözün üstündə durdu. Bax görsən 5 dəqiqə burdadır. 5 dəqiqə keçmədi. 12 dəqiqə çəkdi. 12 dəqiqə. Yenə də burada. Emin bu gün dava deyirsən, anlayırsan. Yox, vallahi niyə? Salam əleykum. Hər kəs salamlayıram. Salamlayırsın. Salam Bəxtiyar. Emin müəllim, üzrü sahib. Yox, üzrü çıxmalı. İndi salam ay nənə. Konfetim var, sən ondan danış. Konfet. İncə nə demədin mi konfet götürürəm? Ko Eminlə görüşüm, Emin necəsiz? Çox sağ ol. Var nə yox? Yaxşı olasan. Təşəkkür. Yəni belə valla qonaqlar hamısı hər kəs özünə görə insandır. Hamının sənəti var. Sən də təbii ki, ustad olaraq gözəl hörmətimiz var. Amma necə ki bu insanlar tam vaxtında gələr, hətta məndən də qabaq gəlirlər. Amma sən niyə gəlmirsən? Sən Gəncədə yaşayırsan. Gözəl qardaşlardır bu gün Emin müəllim. Tovuzdan Gədəbəyli şəmkirdə gələnlər var. Elə gözəl insanları gördüm ki. Bildim. Yox, indi sən mənim sualıma cavab ver. Niyə da? Yəni səbəb. Mən üzrü say. Nənə dedi da, nənə. Nənə niyə gecikmişəm? Yatıb qalmışam, hə? Nə bilim baba. Yox, insanın məsuliyyəti var. Başa düşürəm. Niyə hamı səbəbə üzr istəyirəm. Üzrü çıxmalı olsun. Yox. Amma deyirəm, belə olmaz da yəni. Sən Gədəbəydən gəlmisən. Bəli, mən dedim də Bəxtiyar qardaşımız doğrudan həqiqətən sənətində də, şəxsi həyatında çox məsuliyyətli qardaşımızdır. Gözəl amma bugün yox. Bugün ola bilər də iş elədir. Yox, olur. İndi bəlkə də elə səbəblər var, açıqlaya bilmir axı burada demək. Yəni hər halda mən inciməmişim, tam sən deyirəm. Efirdə deyirəm. Mən sən inciməmişim mən səndən. Tam sən deyirəm. Yəni bizdə də yoxdur yalqız. Qürbət ölkədən sizə böyük salamlar gətirmişəm. Var olsun, qürbətdə yaşayan Azərbaycanlılar. Biz onları salamlayırıq. Hər kəs salam da gətirmişəm, şokolad da gətirmişəm nənə üçün. İndi biz bir şokolad da biz Allah'da da fərq verir. Nənə deyir salamı niyə edirəm, şokolad gətirərdi. Yer maşındadır. Bülbül xanım, şokolad da biz Allah'dır. Eyb yox, keçmək olar. Məkanlarda davam səfərdən gəlib. Məkana gidirik. Biz indi restoranda davam edirik. Lalə xanım bizi gözləyir. Orada indi Rasiski şokoladdan Bəxtiyar bəy çay içərik. Bəli. Nəsə eyb yoxdur. Sən Emin. İncimişəm, amma təbii ki bu səmimi deyirəm, belə olmazdı. Yəni Bəxtiyar. Yoluna qoyaq yoxdur. Küsmüsən də indi məndən. Yox, küsmə yox, incimişəm. Niyə gizlətmişəm Pərviz? Bizdə yəni olanı demişlər. Amma nə dedi axı başa çıxmaq lazım. Qardaş, bax, xala oğlu yox da, sözün düzünü deyim. Sən saat 10-dan burdasan, düzdür? Hər kəs kimi. Efiri məsuliyyətini anlamaq lazım, düzdür? Və Bəxtiyarı bilirik. İşləri olub da yəqin. Burada xalası oldu. Mən bir söz deyim, heç kim ayranlıq istəmədi Emin bəy. Elə. Barışarıq, getdik. Bəxtiyar mənim dəyərli dostumdur, qardaşımdır, dilgəm kimi. Amma deyirəm, vallahi həqiq deyirəm, inciyəm. Allah təala güclü ordumuzu qorusun. Bir ordumuzun şərəfinə bir alqışlar gəlsin. Var olsun ordumuz, vallahi. Ölkəmizi güclü eləyən ordumuzdur. Elə 44 günlük müharibədə bütün dünyaya biz öz gücümüzü göstərdik. Ona görə Azərbaycan var olsun. Milli ordumuz var olsun.
dövlətimiz, xalqımız var olsun. Bizi izləməkdə qalın. Biz bu həftə Gəncədəyik. Keyfiyyətə və zövqə üstünlük verən xanımlarımız. Evə yaraşan mebellər axtarsınızsa, düşünmədən birbaşa seçiminiz Afina mebel salonu olsun. Yataq, qonaq, yumuşaq, mətbəx mebel dəstlərini tək şəxsiyyət vəsiqəsi ilə ilkin ödənişsiz 3 aydan 24 ayadək kreditlə əldə edə bilərsiniz. Afina mebel salonu şəbəkə olaraq Azərbaycanda Gəncə və eyni zamanda Gəncə və Şəmkir yolunda və Gədəbə şəhərində fəaliyyət göstərir. Azərbaycanın bütün bölgələrindən çatdırılma ödənişsizdir. Afina mebel, bizi seçdiyiniz üçün təşəkkürlər. Bizim gözəl Qabil var. Efirə 2 dəfə çıxır. Amma toylada mən gördüm. Dedim ki, Bəxtiyar, bəlkə o xala oğlunu çağırsam. Qabil Əliyev. Qabil, mən o gün sənə dedim, xeyirduanı verdim ki, maşallah bölgələrimizdə var istedadlı insanlar. Həm mədəniyyəti ilə seçilirsən, həm geyimi ilə. Avazın başqadır, qardaş. Qanında canına var. İndi o avazı, o gözəl nəğməni səsləndir, həm bizim efirdə eşitsinlər. Əlim hər kəsə uğurudur, sənə də düşər olar. Bir nə də sənin bir sual cavab versin. Oynaq mahnı oynayacaq, oxuyacaq. Yəqin ki, inşallah. Mən nə deyim, ala göz, ala göz, ala göz. Ne güzel de gözləri var. Bana bax, görməyibləmmisənmi? Xeyr. Çadıram sallam başıma, üz gözümü bəzərəm. Gedib sənə qız axtarım, hər tərəfi gəzərəm. Gedib sənə qız axtarım, hər tərəfi. Olsa hər yerdə gəzirik. Birini tapıb gətirəcəm, nənən qurban, sən oxu, nənən oynasın. Təşəkkür edirəm sizə dəvət elədiyiniz üçün, minnətdaram. Ağlımdan keçdi biləsən. Olmur ki bir an siləsən. Ağlımdan keçdi biləsən. Ürəyim yaralı, qanım çox qaralıb. Sənsizlik olmur deyəsən. Ürəyim yaralı, qanım çox qaralıb. Sənsizlik olmur deyəsən. Yenə ətrini gətirən yeləsən. Səni görməyə gözlər tələsən. Yenə ətrini gətirən yeləsən. Səni görməyə gözlər tələsən. Din eləyim, bu qara taleyim. Yol verməz yarla güləsən. Din eləyim, bu qara taleyim. Yol verməz yarla güləsən. Bu evin hər küncü bucağı, laf olmuş həsrət bucağı. Bu evin hər küncü bucağı, laf olmuş həsrət bucağı. Əhvalım dəyişər, elə ki axşam düşər. Sənsizlik bürüyər otağı. Əhvalım dəyişər, elə ki axşam düşər. Sənsizlik bürüyər otağı. Yenə ətrini gətirən yeləsən. Səni görməyə gözlər tələsən. Səni görməyə gözlər tələsən. Din eləyim, bu qara taleyim. Yol verməz yarla güləsən. Din eləyim, bu qara taleyim. Yol verməz yarla güləsən.
qara taleyim yol verməz yara güləsən. Dindi leyləyim, bu qara taleyim yol verməz yara güləsən. Bəli, hər bir işin başlanğıcı olduğu kimi sonlu olmalıdır. Biz gözəl başladıq, Gəncənin girişində Salam Gəncə dedik. Amma təbii ki, bu Gəncə macəramız çox maraqlı oldu. Düzdürmü dostlar? Bəli, maraqlı oldu. Elə hər həftə MTV Azərbaycan efirində hər şənbə bazar nə var nə yox deyib izləyin ki, maraqlı rayonlarımızı birlikdə izləyək və seyr edək.